İndi ikincini qruplara çubuqlu bölmə ilə gəl yazaq. Deməli nə yazaram? A üstü Yazım A. 6, 4. Aha, birinci cavabın derisinə qoy mən də yazım bura. Kvadrat çıxar üstə gəl 1. Bəli, A üstü 4 yazın. Sonra nə qaldı? Hı -hı. Evet, A üstü 6. Sonra A üstü 4'ü 3'ün kvadratına bərabərləşdirməliyəm də. A üstü 4'ü bir-bir hamısına vurmalısan. A üstü 4'ü həm A kvadratına vurasan, həm mənfi A-ya vurasan, həm də 1-ə vurasan. Böldüyüm ədədlərə. Məsələn, bax, A üstü 4'ü A kvadratına vurdum, A üstü 6. Çıx. A üstü 4'ü A üstü 1'ə vurdum. A üstü 5 elədi. Sonra A üstü 4'ü 1'ə vurdum. Oldu üstəgəl A üstü 4. Düzdürmü? Qaldı bunun çıxılmaz. Aha, indi çıxanda nələr qalar deyə bilərsən yazım. İyi. Hı -hı. Necə eləyirdin? Bax, burada A üstü 6'lar getdi. Nələr qaldı? Qalıb bir dənə 0 çıxılsın. Mənfi A üstü 5. Olacaq nə? 2 dənə mənfi olduğu üçün müsbət A üstü 5. A üstü 4'lərdən bir dənə müsbət var. Qarşısında mənfi var deyə mənfi A üstü 4 olacaq. Və A üstü 3'ün özü olduğu kimi qalacaq. 3 A üstü 3. Üstə gəlsin 2 qaldı. Təzədən bölürəm A kvadratına. Qalacaq növbəti müsbət A-nın kubu. Yenə vurub açıram hər tərəfini. A kubunu yenə A kvadratına vururam. Olacaq A üstü 5 çıx. Yenə A üstü 3'ü mənfi A-ya vururam. A üstü 4. Üstə gəlsin A üstü 3. Çıxıram 6 A üstü 5'lər gedir. A üstü 4'lər gedir. 3 A kubundan A kubu çıxanda 2 A-nın kubu. Üstə gəlsin 2. Təzədən bölürəm. Olacaq üstə gəl 2 A-nın A yazım ki, 2 A-nı A kvadratına vuranda 2 A-nın kubu eləsin. Çıx. 2 A-nı A-ya vuranda 2 A-nın kvadratı. Üstə gəlsin 2 A. 6 çıxanda bunlar gedir. Nələr qalar? Mənfi, o da mənfi olacaq müsbət 2 A-nın kvadratı. Çıx 2A, üstə gəl 2. Təzədən bölərəm. Yazaram müsbət 2 yazaram ki, vurub açanda olsun 2 A-nın kvadratı. Təzədən bu 2-ni vuracam. Yenə A-ya, mənfi A-ya, mənfi 2A. Üstə gəl 2. Çıxanda artıq heç nə qalmır, 0 qalır. Deməli nə oldu? Cavab olur A üstə gəl 4, üstə gəl A üstü 3, üstə gəl 2A, üstə gəlsin 2.